Hər kəsə salam uşaqlar. Bugün sizlər üçün 7-ci sinif kimya fənninin sinif testindən atom quruluşu, nüvə yükü və kütlə ədədi testinin izahını vermək istəyirəm. Gəlin birinci fəaliyyətlə başlayaq. Deyir, lityum atomu lityum müsbət iona çevrilir. Hissəciklərin sayı necə dəyişilir? Yaranan ionun kation və ya anion olduğunu müəyyən edin. Lityum müsbət iona çevrilir. Və bu zaman elektronların sayı dəyişir təkcə. Çünki eyni atomdur. Yəni eyni atomdursa, proton sayı eyni olacaq. Baxaq, bu atomun 3 dənə elektronu var, deməli 3 dənə protonu varmış. Çünki neytral haldadır. Yəni ionun yükü sıfırdır. Çevrilir lityum müsbət ionuna və bu zaman burada 2 elektronu var. 3 dənə də protonu var. Çünki eyni atomdur. Yaranan ionun kation və ya anion olduğunu müəyyən edin. Baxın, gəlin qısa şəkildə belə yaza bilərik ki, deməli, proton sayı və neytron sayı dəyişmir. Dəyişmir. Elektronun sayı azaldığına görə yəni uşaqlar elektron nə edir? Verir. Buna görə də kation adlanır. Kation adlanır. Baxaq. Yəni burada elektron verir. Baxın, elektronların sayı buradan da görünür də dəyişibdir. Deməli azalıbdır. Yəni həm də müsbət iona çevrilir. Müsbət iona verir ki, kation adlanır. İndi A variantının birinci sualına baxaq. Element verilibdir. Deyir, anı müəyyən edin. Element silisium elementi verilibdir. Nüvəsinin yükü. Bilir ki, nüvənin yükü proton sayına bərabərdir. Proton sayı 14-dür. Elə burada proton sayını istəyir. Nüvə yükü proton sayına bərabər olduğuna görə də proton sayı da 14-ə bərabər olmuş olacaq. İkinci suala baxaq. Deməli, burada proton sayı, baxın, elementin sol aşağı ikincə proton sayı, sonra neytron sayı və kütlə ədədi verilir. Kütlə ədədi verilir. Burada neytron sayını tapmaq üçün kütlə ədədindən proton sayını çıxmaq lazımdır. Yəni 31-dən 15-in çıxsaq, eləyəcək 16 neytron. 16 neytron. Deməli, neytronumuzun sayı 16-ymış. Buna görə B, C, E variantı çıxır. Sonra 15 protonu var. Proton sayı 15-dir. Kütlə ədədi 31-dir. Elə A variantı olacaq. Üçüncü suala baxaq. Eylər Venn diaqrama uyğun məddələri müəyyən edin deyir. Natrium verilib və maqnezium verilib. Gəlin hər birində proton sayını daha doğrusu neytron sayını hesablayaq. Çünki proton sayı və kütlə ədədi verilibdir. Neytron sayı verilməyib. Bilir ki, neytron sayda kütlə ədədindən proton sayını çıxmaqla tapılır. Onu da 23-dən 11-in çıxsaq, 12 deməli neytronu varmış. Maqneziumun isə 12 neytronu varmış. Yəni kütlə ədədindən proton sayını çıxdım, qaldı neytron sayı. Deyir ki, proton sayı 11-dir. Hansının proton sayı 11-dir? Baxın, natriumun protonun sayı 11-dir. Ona görə birinciyə 1 uyğun gələcək. Neytronun sayı 12-dir. Hər ikisinin neytronlarının sayı, baxın, 12-dir. Hər ikisinin neytronun sayı 12-dir. Ona görə orta oxşara, yəni hər ikisine aid olan 2 uyğun gələcək. Nüvəsinin yükü 11-dir. Nüvənin yükü bilir ki, proton sayına bərabərdir. Proton sayı 11-dir, birinci uyğun gələcək. Elektronların sayı 12-dir. 12 elektron, baxın, neytral atomda proton sayı elektron sayına bərabərdir. Natriumun 11 protonu varsa 11 elektronu var. Maqneziumun 12 protonu varsa 12 elektronu var. Elektron sayı 12-dir deyirsə, maqneziuma aiddir. Ona görə 4-də ikinci uyğun gələcək. Deməli, birinciyə 100,
ikinciyə 4, üçüncüyə 2, yəni C variantı. Atomun proton sayını müəyyən edin. Bilmirik hansı atomda, X yazaq elə. Gəlin indi elektronların sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 15 elektronu var. Neytral atom olduğuna görə proton sayı elektrona bərabər olacaq. Elektronların sayına bərabər olacaq. Deməli, 15 dənə də protonu varmış. 5-ci suala baxaq. Atomlar verilib, kütlə ədədi verilib və elektron sayı verilib. Baxaq ki, bu atomların heç bir, yəni ionunda kation və anion yoxdur. Deməli, bunlar neytraldılar, yəni ionun yükü sıfıra bərabərdir. Deməli, onda elektron sayı neytral atomda bərabər olacaq proton sayına. Proton sayı. Bu neytral atomda olacaq, yəni qarışdırmayın. Onda burada neytron sayını hesablamaq üçün kütlə ədədindən proton sayını çıxmaqla tapırıq. Deməli, X-in 27-dən 13 çıxsaq 14 neytronu var. Y-də 14-dən 7-ni çıxsaq, yəni kütlə ədədindən proton sayını 7 neytronu var. Z-də də 24-dən 12-ni çıxsaq 12 neytronu var. Deməli, burada da necə yazaq? 14, X-də 14, Y-də 7, Z-də 12. Elə A variantı. 6-cı suala baxaq. Atom üçün hansı ifadələr doğrudur? Gəlin atomumuzu yazaq və atomda proton, neytron, elektronun hamısını tapaq. Sink verilibdir. Protonun sayı 30-dur. Kütlə ədədi 65-dir. Neytral atom olduğuna görə proton sayı elektron sayına bərabərdir. Neytron sayını tapmaq üçün də kütlə ədədindən proton sayını çıxmaq lazımdır. Deməli, 35-də neytronu varmış. Deyər, 30 elektronu var. Bəli, doğrudur, 30 elektronu var. 35 neytronu var. Bəli, doğrudur, 35 neytronu var. 65 protonu var. Xeyr, 65 onun kütlə ədədidir. Yəni, protonla neytron saylarının cəminə bərabərdir. Kütlə ədədi 35-dir. Kütlə ədədi xeyr, 65-dir. Ona görə yalnız 1 və 2 olacaq. Digərinə baxaq. Atomun 8 elektronu, 10 neytronu olarsa, onun kütlə ədədi müəyyən edin. Atom verilib, 8 elektronu var. Baxaq, neytral atomdur. Neytral atomdursa, deməli, proton sayı elektron sayına bərabər olacaq. Deməli, 8-də protonu varmış. 10 neytronu varsa, yerinə də yazaq. Kütlə ədədi proton və neytronların sayları cəminə bərabərdir. Gəlin, yazın onu. Kütlə ədədi bərabərdir. Proton sayı üzərinə gəlsin neytron sayı. Onda proton sayımız 8-dir. Neytron sayımız 10-dur. Onda kütlə ədədimiz 18-ə bərabər olmuş olacaq. Uyğunluğu müəyyən edin deyir. 16 protonu olan atom. 16 protonu hansında var? Baxaq. 16 protonu. Deməli, 1-ə B və E uyğun gələcək. 16 neytronu. Gəl neytronu tapaq. Kütlə ədədindən proton sayını çıxaq. 31-dən 15-in çıxanda 16. 35-dən 16-nın çıxanda 19. 16-dan 8-in çıxanda 8. 17-dən 8-in çıxanda 9. 33-dən 16-sının çıxanda 17. 16 neytronu hansında var? Deməli, A-da var. Kütlə ədədi 16 olan. Kütlə ədədi, baxaq. Burada 31 də çıxır. 35 də çıxır. 17 də çıxır. 33 də çıxır. Deməli, C variantı olacaq. Yəni, 1-ə B, E, 2-yə A, 3-ə C. Proton sayı 16, neytron sayı 17 olan atomun kütlə ədədini və elektron sayını yazın deyir yəqin ki. Bilirik ki, atom əgər heç bir, yəni ionun yükü sıfırdan fərqli deyilsə, deməli neytral haldadır. Neytral halda da proton sayı 16-dırsa, elektron sayı da 16 olacaq. Protonla elektron sayı bir-birinə bərabərdir. Neytron sayı da 17-dir deyir. Kütlə ədəddə proton və neytronların sayları cəminə bərabərdirsə, baxın, burada da qeyd eləmişəm. Bərabərdirsə, onda 16 ilə 17 ilə 17 də toplasaq, 33 kütlə ədədimizmiş.
Və daha sonra deyir, elektron sayı. Elektron sayı neytral atomda protona bərabər olduğuna görə 16 da elektronuymuş. Cədvəli tamamlayın deyir. Alüminium verib, proton sayı 13 verib, neytron sayı 14 verib. Yenə proton sayı ilə neytron sayının cəmi kütlə ədədidir. Onda 13-dən 14 toplasaq 27 kütlə ədədidir. Proton sayı ilə neytron sayının cəmi kütlə ədədinə bərabərdirsə, buradan proton sayını tapsaq, kütlə ədədinə neytron sayını çıxmış olacaq. 80-dən də 45-dən çıxsaq, deməli 35 də proton sayıymış. İndi keçək B variantının tapışıqlarına. A-nı müəyyən edin deyir. Elektron sayı verilir. Baxaq, yenə neytral haldadır. Onda proton sayı elektron sayına bərabər olacaq. 7 elektronu varsa 7 protonu var. Və yaxud da 7 protonu varsa 7 elektronu var. Doğru olanı müəyyən edin deyir. Proton sayı baxaq 17-dir. B, D, E variantı çıxdı. Kütlə ədədi 35-dir. Demək, B variantı çıxmışdır. Görə də C variantı uyğun gəlir. Burada yenə də neytron sayını tapaq. 35-dən 17-ni çıxsaq, deməli 18 də neytronu varmış. Üçüncü suala baxaq. Eylər və diaqrama uyğun məddələri müəyyən edin. Yenə gəlin yazaq. Deməli, fosforda neytral atom olduğuna görə elektronunda 15 olacaq. 16 neytronu var. 16 elektronu var. 16 neytronu var. Deyir, proton sayı 15-dir. Hansının proton sayı 15-dir? Fosforun. Ona görə birinciyə bir uyğun gələcək. Neytron sayı 16-dır. Hər şey neytronlarla sayı 16-dır. Onda üçüncüyə 3 uyğun gələcək. Elektronlarının sayı 16-dır. Baxaq, küçükdədir. Ona görə 3-ə 2 uyğun gələcək. 2-yə 3 uyğun gələcək. Nüvənin yükü 15-dir. Nüvənin yükü proton sayıdır. O da birincədədir. Baxın, 15-dir. Ona görə birinciyə 1, 4, ikinciyə 3, üçüncüyə 2. A variantı. X, Y, Z-i müəyyən edin. Baxaq, müəyyən energetik təbəqələrdə fırlanırsa, bu deməli elektrondur. Baxın, müəyyən energetik təbəqələrdə. Deməli, bu elektrondur. Ona görə də, indi burada tam düşməyibdir. Yəqin X olar elektron. Yəqin növbəti Y-dir. Y, baxın, içi boş kürəciklər. Neytron. X elektrondur. Y neytron. Neytrondur. X elektron, Y neytron. Və Z də Z də olacaq proton. D variantı olacaq ona görə də. Element atomlarda neytron sayını hesablayın. Kütlə ədədi verilib, elektron sayı verilib. Yenə neytral atomda elektron sayı bərabər olacaq proton sayına. Proton sayı. Onda 37-dən 17-ni çıxsaq qalar X-də 20. 16-dan 8-in çıxanda 8. 52-dən də 24-ün çıxanda deməli 28 qalacaq. Ona görə E variantıdır. Atom üçün hansı ifadələr doğrudur deyir. Manqan verilibdir. Gəlin hər birinin yerinə qoyaq. 25 proton sayı var. 55 kütlə ədədi. Neytron sayını tapmaq üçün kütlə ədədindən proton sayını çıxacaq. 30 neytronu varmış. Və neytral halda da proton sayı elektron sayına bərabərdir. Onda 30 elektronu var deyir. Xeyr, 30 elektronu yoxdur, 25 elektronu var. 25 neytronu var. Xeyr, 30 neytronu var. Nüvənin yükü 25-dir. Bəli. Kütlə ədədi 55-dir. Bəli. 34 olacaq. Atomun 7 elektronu, atomun hərəsində bir X götürəm. 7 elektronu var. 7 neytronu var. Bilir ki, yenə deyirəm, neytral halda proton sayı elektron sayına bərabərdir. Onda deməli 7 də protonu varmış. Tam sərgəli yazaq. Deməli 7 protonu varmış. Onda kütlə ədəddə 7-dən 7-ni toplayarıq. Yəni protonla neytron cəmi 14-ə bərabər olar. 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin deyir. 17 protonu olan atom neytronla soruşur. Ona görə gəlin birinci neytronu tapaq. 35-dən 17-ni çıxanda 18, 34-dən 16-ni çıxanda 18, 14-dən 7-ni çıxanda 7, 28-dən 14-ni çıxanda 14, 33-dən 16-ni çıxanda 17. Deyir 17 protonu olan, protona baxaq 17 olan. Deməli, 1-ə A, 17 neytronu olan, neytronu 17
2-yə E olacaq. Baxın, neytron 17-dir. Kütlə ədədi 14 olan isə C olacaq. 1-ə A, 2-yə E, 3-ə C uyğun olacaq. Növbətinə baxaq 9-cu suala. Kütlə ədədi proton sayının 2 mislindən bir vahid çox olan atomun 11 elektronu var. Bu atomun kütlə ədədini və neytron sayını müəyyən edin. Atom bilmirik nədir? X-də. 11 elektronu var və deyir ki, kütlə ədədi proton sayının 2 mislindən. Baxın, hərəsə bir X atomdur. Onun proton sayı P-dir. Proton sayıdır hələ ki, elə yazaq. Kütlə ədədi də proton sayının 2 mislindən bir vahid çoxdur. Daha da deyir, bu kütlə ədədini və neytron sayını hesablayın. Baxaq, neytral atomdur. Onda proton sayı elektron sayına bərabər olacaq. Proton 11'miş. Kütlə ədədini tapa bilərikmi? Bəli. 11'i vuraram 2'yə, üzərinə gələrəm 1, eləyər 23. Demək, kütlə ədədimiz 23'üymüş. 23'dən 11'in çıxsaq, yəni kütlə ədədindən proton sayını çıxsaq, deməli 12 neytronu varmış. Deyir kütlə ədədini. Kütlə ədədi neymiş? 23. Neytron sayı isə 12 olacaq. Cədvəli tamamlayın deyir. Proton sayını tapmaq lazım. Onda kütlə ədədi neytron sayını çıxaram. 8 demək proton. Proton sayı verilib. Kütlə ədədi verilibsə, kütlə ədədindən proton sayını çıxaram. Deməli 30 neytronu varmış. Belə uşaqlar, beləliklə atomun quruluşuna aid testin izahını vermiş oldum sizlərlə birlikdə. Sağ olun.